Reseptiv estetikadan danışacağıq. 20-ci əsr Alman ədəbiyyatşünaslığının ən aparıcı istiqamətlərindən biri reseptiv estetikadır. Bu istiqamətin nümayəndəsi olan tənqidçilər, alimlər deyirdilər ki, əsər bədii mətnin oxucu ilə dialoqunda yaranır. Yəni, təkcə yazıçı oxucuya təsir eləmir, oxucu da əsərə təsir edir. Resepsiya da elə budur. Oxucunun əsəri necə qavraması, qəbul etməsi. Reseptiv estetikanın tərəfdarları incəsənəti ictimai tarixi kontekstdən asılı sayırdılar. Onlar deyirdilər ki, ədəbi əsərin təhlil olunmasına mətnin bədii cəhətləri, üstəgəl oxucunu və cəmiyyəti də qatmalıyıq. Onları da əsas götürməliyik. Bu estetikanın daşıyıcısı olan tənqidçilər üçün hər cür mətn təhlil predmeti ola bilər. İstər şeir olsun, istər roman olsun, istər dülgərlik haqqında kitab olsun, istər məhkəmə kodeksləri olsun, istər dərmanlar haqqında məlumat olsun. Hər şey şərh oluna bilər. Bu istiqamətin öncüllərindən biri Polşalı filosof, ədəbiyyatşünas Roman Ingarden olub. O, oxucunun əsəri başa düşməsi üçün konkretləşmə anlayışını təklif edib. Konkretləşmə odur ki, oxucu bədii mətnin boş yerlərini, natamam hissələrini öz dünya görüşünün miqdarınca, öz təsəvvürləri və hissləri ilə doldurur. Ingarden fikirləşirdi ki, əsər, mətn eləcə skeletdir. Onu ətə cana gətirən çox vaxt oxucudur. Oxucu tərəfindən yarımçığın bütövə çevrilməsinə Ingarden konkretləşmə deyirdi. Alim deyirdi ki, məncə eyni əsər dəfələrlə konkretləşə bilər. Çünki hər dövrdə olan oxucu ilə mətn yenidən şərh olunur, yeni mənalar qazanır. Konkretliyin isə 4 növündən bəhs edirdi Ingarden. 1. Sadəlöv oxucu mövqeyindən konkretləşmə. 2. Özünə məxsus estetik mövqeyidən konkretləşmə. 3. Dini siyasi maraqlara görə təbliğat, təşviqat mövqeyindən konkretləşmə. 4. Elmi araşdırma mövqeyindən konkretləşmə. Alim deyirdi ki, bədii ədəbiyyatın təyinatına cavab verən daha çox ikinci bənddir. Yəni, özünə məxsus estetik mövqedən konkretləşdirmə. Ingarden elə bil belə demək istəyirdi. Oxunmayan bütün əsərlər yarımçıqdır. Oxuyuruq ki, əsərləri tam eləyək.